Salam, hər vaxtınız xeyirli olsun, sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Bir daha sizlərlə görüşməyə çox şadıq. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi, bu günlər Əyyam-ı Fatimə adlanan, yəni iki dünya xanımı, xanım Fatimə Zəhra salamullah əleyhanın şəhadəti ilə bağlı olan Şəhadəti Zəhra adlanan günlərdir. Və bu hüzünlü günlər münasibəti ilə bütün Əhl-i Beyt aşiqlərinə dərin hüzünlə baş sağlığı veririk. Allah xanım Zəhranın bu dünyada ziyarətin, üqbada şəfaətin hər birimizə nəsib eyləsin. Əmoğlu, çox gül saralar, ağlama, Xuda hafiz. Əmoğlu, çox gül saralar, ağlama, Xuda hafiz. Bu sən, bu ev, bu balalar, ağlama, Xuda hafiz. Bu evdə hər dərd-ü qəmə sən də yanmısan, mən də. Yatanmadım çox gecələr, mən də ağladım, sən də. Xəyal eylə, bir gül idik, mən də solmuşam, sən də. Əmoğlu, çox gül saralar, ağlama, Xuda hafiz. Sənin belə ağlamağın qəlbimi elə dağlayır. Sənə baxır gül balalar, göz yaşın üzə bağlayır. Gözün yaşın tökmə belə, ağlama, Hüseyn ağlayır. Əmoğlu, çox gül saralar, ağlama, Xuda hafiz. Bəli, əziz, dəyərli izləyicilər, bu hüzünlü sözlərlə verilişimizə başladıq. Bugün studiyamızın qiymətli qonaqları var. Mən istəyirəm bu əyyam günlərində onları sizə təqdim edeyim. İlahiyyatçı alim Seyyid Bəhram. Seyyid, xoş gəlmişsiniz. Allah'ın salamı olsun size ve bizi izleyen herkese. Evvela teşekkür ederek bu değerli günlerde bizleri yad edip hanımın hüzünlü günlerinde hanımdan söhbət etməyə davet eləmişsiniz. Ve inşallah ki Allah bizleri dünya ve ahiret, dünyada hanımın ziyaretinden, ahirette şəfaatindən bir nəsib eləməsin. İnşallah ki hanımın adıyla bağlı ki Fatimə-tü Zəhra, yəni Fatimə sözündən götürülür, ayrandır. İnşallah ki Allah qiyamət günündə hanımın o insanların ayırdığı cərgəsinə bizləri də əlavə eləsin. İlahi amin hacı. Təşəkkür edirəm. Var olasınız. İnşallah veriliş boyu sizin gözəl söhbətlərinizi dinləyəcəyik, feyziyab olacağıq, maariflənəcəyik və növbəti qonağımızı təqdim etmək istəyirəm. İlahi nəğmələrin gözəl ifadəçisi olan Rozə xan Sadiq Cəfəri. Sadiq bəy, siz də xoş gəlmişsiniz. Allahın salamı olsun. Əziz qardaşım Hacı Oktay, çox sağ ol, təşəkkür edirəm dəvətimizə görə. Bütün Kanal 14 izləyicilərini də salamlayıram. Şəhadət günləri Həzrət Zəhra salamlar ilham bərəkətindən Allah bizləri bir nəsib eləməsin və dəyərli Seyyidimiz ilahiyyatçımız Seyyid Bəhram qardaşımı da salamlayıram. Təşəkkür edirəm sizə. Var olasınız Sadiq bəy. Mən də əleyküm salam bütün dəyərli izləyicilərimizin adından təşəkkür edirəm hər ikinizə. Bu mənəvi bir, necə deyərlər, yəni mövzu ilə bağlı bir verilişdə siz də dəvətimizi qəbul edib iştirak edirsiniz. Ümid edirəm ki, inşallah bu verilişimiz bizi izləyən tamaşaçılara mənəvi cəhətdən faydalı olar Allahın izni ilə və sizin də o gözəl səsinizdə olan yanğı ilə, hüzünlə xanım Zəhranın zikr müsibətini çatdırarsınız, dinləyərik, təbii ki. Və əlbəttə ki, ilk sualım ilahiyyatçı Seyyid Bəhram qardaşımızadır. Seyyid, təbii ki, bu günlər bütün hər bir kəsin o ki,
hansılar ki, xanım Zəhranın sayğısını, ehtiramını saxlayırlar. Bu günlər o kəslər hüzn əhval-ruhiyyəsində qalırlar və o əhval-ruhiyyədədirlər təbii ki. Və təbii siz də o şəxslərdən birisiniz, elminizlə insanları aydınladırsınız və mövzumuza uyğun olaraq xanım Fatimə Zəhra salamullah əleyha ilk elə sualı belə ünvanlayım sizə. Kimdir? Və öncə təbii ki, xanımın adının mənasını izah elədiniz və xanımın digər adları, ləqəbləri də var. O barədə zəhmət olmasa izləyicilərimizdən məlumatlarınızı bölüşərdiniz. Bir daha bizi izleyen herkese salamlıyoruz. Hanım Zəhra salamullah əleyha Hura-i İnsiyyedir. İnsanların yeryüzündeki hurisidir. Kur'an-ı Kerim'deki Müteala Allah 114 süre nazil edilib. 114 sürenin ekseriyetinde Allah Tebarek ve Teala hurilerden söhbət açır. Fakat iki süre var ki İclalen li Fatimə deyirlər. Yəni Fatimənin şəninin nazil olduğuna görə Müteala Allah orada hurilerden söhbət açmır. Çünkü hanım Hura-i İnsiye, yani insanların yeryüzündeki hurisi olduğuna göre Allah hanımın hürmetini orada əlavə hurilerden söhbət açmır. O süreler biri İnsan suresidir, bir de Kevser suresidir. Hanım Zəhra kimdir? Hanım Zəhra özü behiştin təyyibəsidir. Peygamber sallallahu aleyhi ve sellem etikaf saxlayandan sonra 40 günkü etikaf saxladı. Hanım Xədicə salamullah aleyha hər gün Allah'ın elçisi üçün iftar aparırdı. Hər gün Hira mağarasına. Etikafın ki 40. günündə Allah'tan vəhy gəldi, 39. günündə vəhy gəldi Peygamber sallallahu aleyhi ve selleme ki bugün Xədicə salamullah aleyha deyinin ki sənə iftar getirməsin. Sənin iftarın bugün behişten gələcək. Etikafın 40. günündə Allah'ın elçisi öz iftarını açmamışdan əvvəl Cəbrail aleyhissalam xurma getirdi. Allah'ın elçisi həmin xurma ilə öz iftarını açdı. Və həmin xurma Allah'ın elçisinin bədənində nütfəyə çevrildi. Həmin o nütfədən də hanım Zəhra salamullah aleyha dünyaya gəldi. Ona görə Allah'ın elçisi həmişə deyirdi ki, mən nə zaman behişt üçün darıxsaydım, mən gedib Fatimənin boynundan öpərdim, onun ətrini hiss eləyərdim. Çünki xanım behiştin ətrini verərdi. Ona görə xanım behiştin təyyibəsidir. Və xanım da o ailədə dünyaya gəldi ki, tarixin şahid olduğu ən mükəmməl atanın, ən mükəmməl ananın övladları oldu, övladı oldu. Və xanım baxmayaraq ki, yaşı az idi, İslam Peyğəmbərinin, yəni atasının Məkkə müşriklərinə qarşı və ümumiyyətlə yəni İslama çıxan nə qədər ki o müxalif qüvvələr var idi. Baxmayaraq ki, yaşı az idi, onların hamısına şahidlik elədi və bütün bu hadisələrdə anasının birlikdə, xanım Xədicə salamullah aleyha ilə birlikdə atası Peyğəmbər sallallahu aleyhi və səlləmə dəstək olur. Onun ləqəbləri ki var, Zəhradır, Tahirədir, Mərziyyədir, Raziyədir. Yəni bunların hamısının özünə məxsus mənaları vardı ki, sual verdiniz. Zəhra, yəni Allahın əzəmətinin nurudur. Yəni Müteala Allah onu elə bir şəkildə xəlq elədi ki, xanım Zəhra salamullah aleyha, hətta Allahın elçisi bəzən heç adı ilə çağırmaz bunu, Ümmü Əbiha çağırırdı. Ümmü Əbiha, yəni atasının anası. Hər evə daxil olanda, Allahın elçisi şəxsən onun üçün ayağa qalxardı. Hətta şair bir şeir də yazıb, Reyhanə-i Peyğəmbər, yəni Peyğəmbərin reyhanəsidir. Ya Fatimətə Zəhra, səslərdir səni Heydər, ya Fatimətə Zəhra. Ya Fatimə zikrimdir, bir aşıqı pürdərdim.
mən cənnəti verən şeyxə yarı xoşam hərdən. Cənnət vətənim olsa, bax cənnətə düşsəm mən. Bir Fatimə mən neynəm? Mən Fatimənin eşqin versəm ora namərdəm. Zikrimdir mənim yeksər, ya Fatimə-tə Zəhra. Xanım Zəhra salamullah əleyha Allahın elçisi ilə Məkkədən Mədinə hicrət eləyəndən sonra, bir müddət keçəndən sonra Həzrəti Əli salamla izdivaz elədi. Və xanım Zəhra elə bir xanımdır ki, o xanım hələ dünyaya gəlməmişdən əvvəl cahiliyyət dövründə ərəblər vardı ki, qadınlara nöqsan kimi baxırdılar. Özlərinə eyib bilirlər ki, mənim qız övladım oldu, təhqir kimi qəbul edirdilər. Hətta hədislərdə var ki, bir qadın düz 18 yaşına qədər öz qızını ərindən gizlətdi. 18 yaşına çatanda xanım öz qızını ərinə göstərdi, təqdim elədi, bu sən qızındır. Əri götürdü, onu da bastırdı. Xanım, həmin 18 yaşında olan xanımın bastırandan sonra Allahın elçisi həmin o kişiyə sual verdi ki, heç mi qəlbin yanmadı? Dedi, axırıncı torpağı gözünə tökəndə onda qəlbim yandı. Amma Allahın elçisi baxmayaraq ki, qısa olan ömürdə xanımın dünyaya gəlişi ilə ona göstərdiyi ehtiramla həmin o çirkin məsələni aradan apardı. Və xanım sanki dünyaya gəlişi ilə qadınlarla kişilərin bərabər hüquqlu olduğunu isbat elədi. Həmi əməllərlə, həmi davranışı ilə. Xanım Zəhra salamullah əleyha elə bir dönəmdə yaşadı ki, özdə İslam tarixinin ən çətin dönəmi idi. Həmin o dönəmdə ki, İslam cahili bir əhatənin hökm sürdüyü ortamda idi. Qalıcı və ucalmaq yolunda idi. Həmin dövrdə cahiliyyət toplumu qadını insan olaraq qəbul etmirdi. Qız uşaqlarını baxmayaraq dünyaya gələrdilər, diri-diri bastırardılar. Öldürüb də belə bastırmazdılar. Allahu Ekber. Bu durumda xanım Zəhra salamullah əleyhanın varlığı praktik olaraq gerçək bir örnək durumunda idi. Həzrəti Zəhra salamullah əleyha bütün insanlıq dünyasına bir qadın olaraq insani kamil olduğunu, yəni qadınlığın uca bir mükəmməlliyə çatdığını ispat elədi. Yəni o vaxta qədər, məsəl üçün cahiliyyət dövrünün ərəblərində hətta belə bir xüsusiyyət var idi. Onlar qəlblərində belə nəyisə niyyət edərdilərsə, onu da icra edərdilər. Hətta, məsəl üçün, indi baxmayaraq ki, müasir dövrdə müəyyən aparatları vasitəsilə övladların cinsiyyətini öyrənirlər. İndi də bəzən o hallar ki var, görsən, uşaqları ana bətnində olanda tələf edirlər. Amma əslində o dövrdə həmin o texnologiya yox idi. Amma onlar qəlblərində niyyət edir ki, doğulan övlad qız olarsa mütləq şəkildə onu biz qətl eləməliyik. Və xanım Zəhra salamullah əleyha öz əzəməti ilə bu həmin o nadir tendensiyanı aradan tamamilə apardı və o gündən bugünə qədər qadınla kişinin hüququ bərabər şəkilli tanıdı. Təşəkkür edirəm Seyidcan. Təbii ki, mövzumuzu davam edəcəyik inşallah. Bu gözəl belə deyək, yəni açıqlamalara görə bir daha minnətdarlığımı bildirirəm və əlbəttə ki, bizim dəyərli qonaqlarımızdan biri də Əhl-i-Beyt məddahı Sadiq Cəfəri qardaşımdır. Sadiq bəy elə təbii ki, bu hüzünlü günlərdə hər kəs kimi siz də bu qəm ab-havasına bürünmüsünüz və sizin də təbii ki, fərqli şəkildə belə deyək, məclislərdə iştirak edirsiniz. Digər əzizlərimizdən fərqli olaraq siz o zikri müsibəti insanlara yaşadırsınız səsinizlə, avazınızla, yəni mərsiyələr, rozələr oxumaqla. Bir sualla istəyirəm sizə belə bir şəkildə müraciət edim. Ümumiyyətlə, 14 məsum, yəni hər biri bizim üçün qiymətlidir, hər biri bizim üçün çox dəyərlidir və heç birini bir-birindən ayırmırıq. Həzrət Peyğəmbərimiz və onun pak övladları. Və hər bir məsum barəsində təfəkkürümüzdə xüsusi bir düşüncələr canlanır. Elə deyilmi? Yəni biz onları görməsək belə zahirən,
Yəni onların zamanəsində yaşamamışıq təbii ki. Bu dünya gözü ilə onları görməsək belə, amma qəlbimizin gözü ilə onların təxəyyülünü yarada bilirik, canlandıra bilirik və hər biri bir fərqli şəkildədir. Xanım Zəhranı siz təxəyyülünüzdə, təfəkkürünüzdə necə canlandırırsınız? Yəni hansı sözlərlə onu bizə, o hisslərinizi bizə çatdıra bilərsiniz? Təşəkkür edirəm suala görə. Təbii ki, verilişimizdə gözəl seyidimiz, ruhanimiz var. Tarixə baxanda deyirlər ki, xanım Zəhra az yaşında şəhadətə qovuşub. Amma mən xanım Fatimə Zəhranı öz aşiqlərini, onu istəyənlərini, onun atasının, balalarının yolunu davam edən aşiqlərini bir ananın belə deyək, hamımız günahkarıq. Məsələn, əməllərə nəzər salanda deyirik ki, ya Fatimə Zəhra, biz qiyamət günü öz adıma baxa bilmərik sənin üzünə. Amma o öz evdəki bir övlad olar, ona qəzəl deyərlər, ona biraz, nə bilim, anası ən çox görərsən ki, onu istəyər. Biz təcrübəyə nəzər salanda, bəli, ərköyün sandınız. Ərköyün övladı daha çox biz baxanda ana istəyir. Məsələn, adətən görərsən ki, bir övlad ananın bütün sözlərinə qulaq asır, amma diqqət həmişə ərköyün övladdır. Belə deyək, mən Həzrəti Zəhranı o ərköyün balasına ən çox diqqət yetirən bir ana kimi düşünürəm. Və bizim məsumlarımız ki, deyiblər, bizə Hüccət Həzrət Zəhra xanımdır. Mən həmişə dualarda deyirəm ki, məsələn, ya İmam-ı Zaman, ya Əli, ya Əba Abdillah, siz anavuzun sözünü yerə salmazsınız. Həzrət-i Zəhra hörmətinə, ya İmam-ı Zaman, nəzəri bu məsələdə bizdən çəkmə. Xanım Fatimə Zəhranın bu şəhadət günlərində hətta biz eşidirik ki, böyük alimlərimiz, çox böyük övliyalar belə bütün dualarını saxlayarmış bu günlərə. Mən də olur hər insan həyatında çətinliklər olur, keçmə-keçli günlər olur. Bütün çətin anlarımda xanım Fatimə Zəhraya təvəssül etmişəm və almışam ondan da. Allahdan istəyək ki, Allah dünya axirətdə Həzrət Zəhranın şəfaət ziyarətindən bizləri ayırmasın və inşallah İmam-ı Zaman ağanın gəlişi ilə inşallah biz xanımı ziyarət edə bilək. Çox sağ olun. İlahi amin, təşəkkür edirəm bu cavabdan. Səmimi təbii ki, ilk öncə bunu qeyd etmək lazımdır, səmimi cavabdan dolayı və inşallah sizi dinləyək, səsinizi, o gözəl səsinizi, buyurun, ifanızı səsləndirin. Bismillahirrahmanirrahim. Ya Rahmanu, Ya Rahim. Gəm öldürür məni ruhum, edir nəva Zəhra. Gəm öldürür məni ruhum, edir nəva Zəhra. Bu ayrılıq min ölümdən betərdi ya Zəhra, ya Zəhra. Mevla Ali'nin dilinden belə deyərdi Əmir-əl-Müminin. Dilim susub deyə bilmir xanım Xudafiz. Dilim susub deyə bilmir xanım Xudafiz. Yarımsıq ömrü və ömrüm günüm fəda Zəhra, Zəhra. Öz əllərimlə səni mən necə məzara qoyum. Öz əllərimlə səni mən necə məzara qoyum. Baxıb cavan yaşıma eylərəm həya. Zəhra, Zəhra, Zəhra. Nə taqətim, nə gücüm var, belim sınıb qəmləyin.
Dört balanı koyup gedirsen, ay Resulallah'ın nazenin kızı, ay hanımlar hanımı, analar anası. Ne taqətim, ne gücüm var, belim sınıp gəmləyin. Hilal misli olup qəddi murteza, yaralı Fatime'ye can Zehra. Nübüvvetin kızı cavan qəbrə gedir. Ah bu ümmeti kim etti bir vefaya. Ah bu qavmiden çəkilen rəhmət ilahini gör. Baxıb cavan yaşua eylərəm həya Zəhra. Ay mənim qəlbimin qərarı, qoyma tək Murtezan-ı Zəhra. Yandırır hicrivin şərari, sineyi asiman-ı Zəhra. Ağlaram, ağlaram, qameti kəman ölməyüvə. Dağlaram sinemi cavan ölməyüvə. Dağlaram sinemi cavan ölməyüvə. Vefalı Fatimem ey oy, yaralı Fatimem lay lay. Zehra can, bəstərim boş qalıb diyemdən, səbrimin sındırıb həddin. Mən gecə qüslüvi verəndə, gözlərim gördü yarələri. Zəhra can, Zəhra can, Zəhra can. Ağladım ruzigarime ey vay dedim. Yarəli gül izarime lay lay dedim. Yaralı Fatimem lay lay. Vefalı Fatimem ey vay. Teşekkür edirəm. Allah qəbul eləsin inşallah. Təşəkkür edirəm. Çox sağ olun. Hacı, Allah razı olsun. Allah o gözəl səsinizə, avazınıza bərəkət versin. Salam sizə. Həm bizi, həm izləyicilərimizin elə onların da adından düşünürəm ki, deyə bilərəm ki, kövrətdiniz. O xüsusi o nöqtələr ki, toxundunuz, doğrudan da bizim o qəlbimizin yanan yeridir. Xanım Zəhra Salamullah Əleyhanın şəhadəti doğrudan da insanlığa necə deyərlər, yəni hansı ki o içində o insani duyğular, insani hisslər yaşayan hər bir kəsə böyük şəkildə təsir göstərir. Və əlbəttə ki, xoş siz və sizin timsalınızda, yəni Əhl-i Beyt məddahlarının halına ki, Allah sizə bu necə deyərlər, istedadı əta eləyib, yəni bu şəkildə doğrudan da yəni onların müsibətini səsinizlə yansıda bilirsiniz, insanlara çatdıra bilirsiniz. Bu özü də bir xüsusi bir dəyərdir. Bir daha minnətdarım bildirəm, var olasınız inşallah. Və əlbəttə ki, mövzumuz davam edir. Yenə də Seyid Bəhram, Hacı Seyid Bəhrama bir sualla müraciət eləmək istəyirəm. Hacı, xanım Fatimə Zəhra Salamullah Əleyhanın həyatını biz başdan başa, yəni mütaliə etdiyimiz zaman qısa bir ömür sürməyinə baxmayaraq, amma o qısa ömürdə, biz keçən verilişdə də bu barədə əlbəttə ki, danışdıq, böyük bir yəni çəkili deyim, yəni mənəvi yükü olan və bu əlbəttə ki, bu
bunun içində xanımın əxlaqi keyfiyyətləri, onun davranışı, onun atasına olan münasibəti, anasına, həmçinin yoldaşı İmam Əli əleyhissalama, həmçinin övladlarına və onunla bərabər qonşulara, ətrafında olan digər şəxslərə o zamanı, hansı ki zamanəsində ünsiyyətdə olurdu. Baxdığımız zaman nə qədər yüksək əxlaqi keyfiyyətlərinin şahid oluruq. Xahiş edirəm elə bu mövzuda danışasınız inşallah. Hanım Zəhra salamullah əleyha qadınlar üçün bir örnəkdir. Hanımın əxlaqı birbaşa ilə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin əxlaqıdır. Necə ki, Allah Quran-ı Kerimdə mübarək Nun Qələm surəsinin 4-cü ayəsini buyurur: "Və innaka la'ala xuluqin azim." Sən həqiqətən böyük bir əxlaq üzərindəsən. Yəni bu ayənin şən-i nüzulunda səbəb budur ki, Quran-ı Kərimin insanlar üçün əxs elədiyi bütün kamal sifətlərə, bütün gözəl sifətlərə yələnməsi idi və bütün naqis və çirkin sifətlərdən uzaq olması. Eyni ilə Allahın elçisi haqqında nazil olunan ayələr ilə birbaşa xanım Zəhranın özünə də sirayət edir. Və xanımın istər davranışına görə, istər xanımın örnək olmağına görə, məsəl üçün mən özüm şəxsən hədislərdə oxumuşam ki, Allahın elçisi öz qızı ilə, xanım Zəhra sallallahu aleyha ilə evdə oturmuşdu, qapı döyülür. Qapı döyüləndə Allahın elçisi qapını açır və görür ki, xanım qaydında görür ki, xanım pərdənin arxasındadır. Ona hətta xitab edir ki, bəs ey gözümün nuru, qapını döyən bir kör sahil idi, kör bilənçi idi. Ehtiyac yox idi izləməyə, dedi, o ki, o məni görməsə də mən onu görürüm. O qədər yəni bu ədəb qaydalarına riayət edirdi. Hətta xanım Həzrət Əli əleyhissalamla izdivac eləyəndə belə xanım dünya malından bir şey istəməmişdi. Allahu Akbar. Yəni mənə dünya malından bunu ver. Xanımın bir əl dəyirmanı var idi. İstifadə elədiyi. Bir 2-3 belə saxsı qabları var idi. Yəni dəqiq hədislərdə var ki, oxuduqlarımız bir köhnə həsri var idi. Yəni heç vaxtı yəni onun əxlaqi keyfiyyəti yol verməmişdi ki, o əlavə bir şey Həzrət Əli əleyhissalamdan istəsin. İndi bir məsələdə toxunaq. Məsəl üçün xanımın dünyaya gətirdiyi övladlara baxaq. Xanımın dünyaya gətirdiyi övladlardan biri xanım Zeynəb salamullah aleyhadır. Səbrin simvoludur. Ona kim əxlaq vermişdi, kim tərbiyə vermişdi? İstər istəməz görsən evdə, ailədə valideynlərdən ata fərdi çöl işlərinə məşğul olur, qazanc gətirir, amma əslində övladın tərbiyəsindən ələlxüsus ana məşğul olur. Baxmayaraq ki, az bir müddətdə övladlarla 5 il, 6 il övladlarla ömür sürdü, az bir müddətdə xanım səbrin hər növünü onlara öyrətdi. Məsəl üçün, fikir verin, bax, xanımın özü hədislərdə var ki, xanım Xədicə salamullah əleyha, hansı ki o qədər dəvələri vardı, hamısını İslamın yolunda verdi, fəda elədi. Bu özü bir fədakarlığıdır. Onun övladı xanım Zəhra salamullah aleyha, şəxsən oxumuşam ki, xanım hətta ana bətnində olanda belə öz anası ilə söhbət edirdi. Dünya işlərində anasına təsəlli verirdi. Sonra xanım Zəhra salamullah aleyha özü deyir ki, məsəl üçün İmam Hüseyin mənim bətnimdə olanda mən İmam Hüseynin zikir sədalarını eşidirdim. Yəni bunların istər əxlaqı olsun, istər elmi olsun, birbaşa Peyğəmbər sallallahu aleyhi və səlləmdən onlara keçən bir əxlaqdır. Hətta xanım son nəfəslərində belə Həzrət Əli əleyhissalama sual elədi ki, bəs Əli məndən razı qaldı. Heç vaxtı, yəni bir ailə nümunəsi idi. Heç vaxtı öz həyat yoldaşını nə üçünsə incitmədi. Hətta bir şey istəyəndə belə həya eləyərdi, fikirləşərdi ki, bəlkə mənim yoldaşım bunu mənə gətirməyə yəni qabil deyil, qüdrəti çatmaz. Bəlkə o şey ki, yoxdur, mən bunu istəyim. Əslində, Əli əleyhissalam onun istəklərini elmi imamətlə bilirdi. Xanım nə istəyir? Bütün simvolidə, yəni bir ailə, əgər məsəl üçün müasir dövrdə əgər bir insan ailə qurmaq istəyirsə, birbaşa xanım Zəhra salamullah əleyha ilə
Həzrət Ələlislamın bir izdivacına nəzər eləsin, baxsın, görsün onlar necə ailə həyatı sürüblər. Necə nümunəvi bir ailə idilər. Əgər onlardan örnək götürsələr, həqiqətən xanımlar, baxın, biz hicab məsələsinə dedik. Hicab birbaşa elə həm Quran-ı Kərimin ayəsidir, Nur surəsinin 31-ci ayəsi, ondan əlavə də onu birinci əməl edən xanım Zəhra salamallahu aleyha idi. Allahın ayəsidir. Və xanım o insanlardandır ki, nə qədər desin, yəni Quran-ı Kərimdə xanıma işarələr var. Məsəl üçün, Mübahilə ayəsində Peyğəmbər sallallahu aleyhi və səlləm Nəcran xristiyanlarla mübahisəyə gedəndə o yanında apardığı 5 nəfərdə biri xanım Zəhra idi. Təthir ayəsi nazil olanda Ümmü Sələmənin evində o Yəməndən ki gətirilmiş əbası vardı, qoyun yanından düzəldilmiş əba, həmin o əbadan, yəni əbanın içində olan 5 nəfərdən biridir. Yəni xanıma nə qədər nəzər edirsən, yəni xanım birbaşa ilə Quran-ı Kərimin özüdür, Quran-ı Kərimin ayələridir. İndi təsəvvürlə ki, Quran-ı Kərimin ayələri olan bir şəxs necə əxlaqın nümunəsi ola bilməz? Ağa, o tətir ayəsi, Hacı dediniz Seyid, bilən o tətir zəhmət olmasa tətir ayəsini, yəni açıqlamasını zikr eləyərdiniz, əziz dəyərli izləyicilərimiz üçün də. Əl-Əhzab surəsinin 33-cü ayəsidir ki, və həmin ayənin şən-i nüzulu, yəni nazil olunma səbəbidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ümmü Sələmənin evində olanda Həzrət Əli əleyhissalamı çağırdı. Sonra xanım Zəhra salamallahu aleyhanı çağırdı, İmam Hüseyin, İmam Hüseyni və o 5 nəfəri ki, əbasının altına yığandan sonra orada Allahın elçisi Allaha xitab edir. Orada xitabın da bir məqsədi vardı. Orada həmin o ayə nazil olanda, hətta nazil olmamışdan əvvəl Ümmü Sələmə ki gördü Allahın elçisi bu 5 nəfəri əbasının altına yığdı və orada Allahın elçisinə müraciət edir ki, bəs mən də o əbaya girə bilərəm. Peyğəmbər sallallahu buyurur ki, sən yaxşı bir insan kimi öz yerindəsən, amma sən bu əbaya naməhrəmsən. Naməhrəm kimi də əbada ona Həzrət Əli əleyhissalam. Əba əhlindən deyilsən. Bəli, əba əhlindən deyilsən. Yəni və orada Allahın elçisi görə Allahına xitab edir. Pərvərdigara, bunlar mənim əhl-i beytimdir. Orada demir bunlar mənim əhl-i beytimdəndir. Əgər əhl-i beytimdəndir desəydi, həmin ayə nazil olan da başqası da kimsə daxil ola bilərdi. Pərvərdigara, bunlar mənim əhl-i beytimdir. Hər cürə çirkinliyi onlardan uzaqlaşdırır. Onların pak-pakizə qərar verir. Bir şey ki, Peyğəmbər istəyərsə, dua eləyərsə, Allah, yəni Peyğəmbər kimdir? Quran buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni bütün aləmlərə bir rəhmət və məğfirət Peyğəmbəri göndərmişik. Rəhmət Peyğəmbərin duası ilə həmin ayə ki, nazil oldu, Tətir ayə, 33-cü ayə, orada nə deyir? Biz hər cürə çirkinliyi siz əhl-i beytdən pak-pakizə qərar verdik. Allah yəni hər cürə çirkinliyi. Bax, xanım da həmin o ayənin içindədir. Xanım Zəhra salamallahu aleyha, Allah ki, ondan hər cürə çirkinliyi uzaqlaşdırıb onu pak-pakizə qərar verir. Bəli, xanım Zəhra salamallahu aleyhanın həmin o tətir ayəsi ki var, onun tərkibində xanımın adları ki var, məsələn, Fatimədir, Mübarəkədir, Mərziyyədir, Zəhradır, Tahirədir, Zəkiyyədir, Siddiqədir, Raziyədir, Mühəddisədir və bu adların hamısının da özünün, yəni özünə məxsus mənaları vardır. Bax, indi xanımın bir paklığını, Zəhra mənasını Fatimə ilə qeyd elədik. Yəni Fatimə, Fətəmə sözündən götürülüb ayıran, Zəhra da Allahın əzəmətinin nurudur. O nur ki, hər gün, gündə 3 dəfə Həzrət Əli əleyhissalamın evinə təcəlli edir. Sonra Tahirənin mənası odur ki, yəni hər cür pislikdən tərtəmiz olması idi. Tahirənin mənası, yəni hətta bəzən o adəti hallar ki var, xanımda bu hallar baş verməzdi. Həzrət Fatimə səmada Nuriyyə, Səmaviyyə və Haniyyə adlanır. Nuriyyə də yəni Allahın nurudur. Haniyyənin mənası odur ki, yoldaşına və uşaqlarına şəfəqqətli idi, qayğıkeş idi və Allahın elçisi də həmişə onu baki qeyd elədik. Yəni o gözəl xüsusiyyətlərinə görə daimi onu atasının anası çağırırdı və xanım Zəhra salamallahu aleyha demək Peyğəmbər salavatıllahın ölümündən sonra atasına yəni ən tez qovuşan o oldu və hətta Həzrət Əleyhissalam onu dəfn eləyəndən sonra hansı ki indi bu günlərə daxil olmuşuq əyyam günlərinə Moğla Müttəqi salamallahu aleyha gecə ilə apardı xanımı dəfn elədi
ve hatta şair o barədə bir şeir yazır ve bu şeirden isterdim sözümü tamamlayayım. Yazır, təsəvvürlə ki, Əlinin xanım Zəhraya olan məhəbbətin önəvi bir məhəbbət olub. Mevla müttəqi dəfn eləyəndə buyurur ki, ilahi, dəfn edim necə özəllərimlə yarım. İnsan gör kimi dəfn edir. Bəşəriyyətin ən üstünlüğü qızı. İlahi dəfn edim necə özəllərimlə yarımı, məzara tapşıram gərək gecə ilə mən nigarımı. Bu dərdə yoxdur, əlimdə çarə, qoyum nə noyu üzüm məzarı. Ölüncə yanmam ağlaram, nə qəmli macərası var. Yəni, ölən günə qədər Mevla müttəqi unutmadı onu. Cəfai rüzigaridən ürəkdə çox yarası var. Qoyum nə noyu torpağa, evində 4 balası var. Dikiblə gözlərin yola, çəkirlər intizarını. Ana ki, dünyasını dəyişəndə övladını cəsrətlə baxır. Nə tez qutardı 9 il. 9 il əleyhissalamdan ömür sürdü. Nə tez qutardı 9 il. Gedibdi ömrümüz heçə. Qoyun bu çöldə yarımı, dürüm gedim evə necə. Gələk əcəl, hayandasan, qurtar əlini bu gecə. Öləydimi kaş mənim qazaydılar məzarımı. Mevla müttəqi onun ayrılığından sonra heç vaxt özünə gələ bilmirdi. Hər zamanda, hətta ailə qurandan sonra da baxmayaraq ki, xanım Zəhradan sonra ailə qurdu. Həmin o xanım ki, Əbəlfəz kimi qeyrətli bir oğlan bəxş elədi ona, o xanımın öz adı Fatimə idi. Həzrət Əleyhisselam onu çağıranda özü istədi ki, məni bir baxıb bu adla çağır, xanımın hörmətinə. Dedi, sən məni bu adla çağıranda uşaqlar eşitirlər, qəmli olurlar, bundan sonra məni Ümmül Bənin çağır, yəni yetimlərin anası. Allah inşallah bizləri dünya və axirət əhl-i beytdən ayrı salmasın inşallah. İlahi amin, təşəkkür edirəm. Hacı var olasınız. Yəni, həqiqətən də mənəvi çox bərəkətli söhbətlər elədiniz. Gözəl məqamlara toxundunuz. Təbii ki, bir veriliş vaxtı, yəni xanım Zəhranın fəzilətləri, həyatı barəsində, əxlaqi keyfiyyətləri barəsində çox azdır, məhduddur. Və ona görə də mən hər zaman təəssüflənirəm, çox təəssüf ki, bu verilişimizin də sonuna gəldik. Bu ilahi mənəvi ziyafəti çox təəssüf davam elətdirə bilmirik, amma Allah nəsib eləsin, növbəti verilişlərdə yenidən dəyərli izləyicilərimizlə görüşəcəyik. Sonda mən Əhl-i Beyt məddahı qonağımız Sadiq Cəfərdən xanım Zəhra haqqında səsləndirəcəyi bir ifanı əlbəttə ki, inşallah işləyəcəyik hər birimiz və mən hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, bizi izlədiniz, əziz dəyərli tamaşaçılar, izləyicilər. Bu qəmli günlərdə bir daha sizə başsağlığı diləklərimi çatdırıram və sizlərdən sağollaşıram. Allaha əmanət olasınız. Allahın nəzəri sizin və ailənizin üzərində olasınız. Növbəti verilişlərdə görüşmək ümidi ilə Allaha əmanət bir daha. Xudahafiz. Bu dünyada yoktur vefadır gedey, görür halın elan xudadır gedey. Xəçər vardı bu kuçədə ay ana, gələr bir də o bir həyadır gedey. Ay ana, yol üstündə əyləşmə qəmsu səni dur gedən. Ay ana, əlimdən yapış mən aparram səni dur gedən. Ay ana, gələndə vəli sən gətirdin məni dur gedən. Ağlam, vəfalı yanam cananam cananam. Ağlam,
doy mənzilə dur gedək. O quşvara qalsın hələ dur gedək. Nədənlərə çəkdi sənin başı var. Bu dünyaya nifrin elə dur gedək. Ay anam, gözünlərdə qan ilə dolmuş yolu görmüsən. Ay anam, başın dəydi divara şiddətlə ölsün Həsən. Ay anam, ölüncə ürəkdə mən ilə qalar bu mühənnə.